Salam uşaqlar. Deməli, sınaq 1 fonetika. Hökmlə sözünün səs tərkibindəki səhvini müəyyən edin. Bizdən səhvi soruşur. Hökmlə. Əgər bu səs tərkibindən söhbət gedirsə, biz bunu nə etməliyik? Transkripsiyada ayırmalıyıq. Olacaq hökmlə olacaq. Hökmlə yazdıq, hökmlə deyəcəyik. Ümumiyyətlə, vurğusu qeyd edək, vurğu birinci hecanın üzərindədir, hökmlə. Səhvi bizdən istəyir. Biz nə etdik? İlk növbədə sözü transkripsiyada göstərib, səs tərkibini qeyd edirik. Sözdə saitlərin hamısı açıqdır. Görək, doğrudan da hamısı açıqdır. Yox, burada ü saiti var. Ü saiti varsa, deməli, qapalıdır. Bizdən səhvi soruşur, doğru cavab A bəndidir. O bir bəndlərə baxaq. Kar qarşılığı olmayan 3 samit işlənib. Görək, doğrudan da belədir. Kar qarşılığı olmayan 3 samit. M, N. 1, 2, 3 dənə. Hə, bu düz fikirdir. Bizdən səhvi soruşur. Səslərin sayı hərflərin sayından çoxdur. Bəli. Səslərin sayı saysaq, bəli, hərfin sayından çoxdur. 2 hecalıdır, bəli. İndi biz baxırıq, sözün hecaları nəyin üzərində götürülür? Yazı üzərində götürülür. Hökmlə, bəli, 2 hecalıdır. Dodaqlanan saitlərdən biri açıq, biri də qapalı dodaqlanandır. Dodaqlanan saitlərdən biri açıqdır. Baxırıq, Ö saiti dodaqlanır, bəli, açıqdır. Biri də qapalı dodaqlanandır. Bəli, Ü saiti qapalı dodaqlanandır. Bir sözlə doğru cavab A bəndidir. Sonra ikinci suala baxaq. Leksik mənası fərqli şəkildə düşünülsə də, ümumi qrammatik mənası dəyişilməyən sözü müəyyən edin. Deməli, leksik mənası fərqli düşünülə bilər. Amma ümumi qrammatik mənası dəyişməməlidir. Ümumi qrammatik məna deyəndə nə nəzərdə tutulur? Nitq hissəsi nəzərdə tutulur. Satirik, belə yazı, satirik deyəndə, satirik əsər, vurğu düşəcək sonuncu hecaya, amma satirik desəm, vurğu i-nin üzərində olacaq. Yəni, ikinci hecada. Bu dəfə dəyişilirmi? Satirik olur. Satirik əsər necə əsər? Oldu sifət. Amma satirik desəm, yəni şəxs, adam, bir yazıcı nəzərdə tutsam, şair nəzərdə tutsam, olacaq isim. Bəli, dəyişdi. Biri sifətdir, biri isimdir. Amma bizdə deyir, dəyişilməyən olsun. Yəni, eyni nitq hissəsi olaraq qalsın. Bir var, romantik əsər, necə əsər? Romantik əsər sifət olacaq. Romantik deyəndə vurğu i-nin üzərindədir. Bir də var, romantik. Artıq bir yazıcı, ədib nəzərdə tuturuqsa, olacaq isim. Bu da ola bilməz. Bir var, dimdik. Nə? Dimdik. Yəni, dimdik deyə tələffüz edilir. Olacaq isim, quşun dimdiyi. Bir də var, dimdik. Dimdik təpə isə necə təpə? Olacaq sifət. Bir var, müxtəsər. Olacaq sifət. Bir də var, müxtəsər. Olacaq modal söz. Artıq burada da biri sifətdir, biri modal sözdür. Bu ola bilməz. Orqan, orqan. Məsələn, insanın orqanı deyəndə, orqan vurğu onun üzərindədir. Bir də var orqan. Orqan isə musiqi alətinin adıdır. Artıq burada istəyir insan bədəninin orqanı olsun. Yəni isim. Bu olacaq isim. Bir də var musiqi alətinin adı. Bu da isim. Baxsaq nə görürük? Bəli. Leksik mənası fərqlidir. Orqan, orqan. Leksik mənaları fərqlidir. Lakin ümumi qrammatik mənası dəyişilmədi. Yəni, hər ikisi isim olaraq qaldı. Doğru cavab C bəndidir. Ağıllılar döyüşmədən qazanarlar, cahillər qazanmaq üçün döyüşərlər. Nümunədə altına xətt çəkilmiş sözlər haqqında doğru fikirləri müəyyən edin. Əvvəlcə söhbət nədən gedir? Burada səslərdən söhbət gedirsə, biz bunları qeyd etməliyik tələffüz formasında.
Qazanarlar. Necə olacaq? Qazanarlar. Nallar. Bax, bu şəkildə qeyd edirik. Bir də döyüşərlər tələffüzdə olacaq. Döyüşərlər. Aha. Bu da oldu bunun tələffüzü. Görək. Eyni cinsli samit qoşalığı işlənib. Doğrudan da işlənib bizdən doğru fikri soruşur. Bax, bunu özümüz üçün qeyd edirik ki, diqqətimizdən qaçmasın. Bizdən doğru fikirləri istəyəcək. Eyni cinsli samit qoşalığı işlənib. Baxaq, l-lı var, bəli, burada da var l-lı. Həqiqətən də eyni cinsli samit qoşalığı var. Yəni, bir doğrudur. Bir doğrudursa nə ola bilər? A-dır, D-dir, E-dir. Bunlar olacaq. B ilə C olmayacaq. Tələffüzündə qoşa r samitləri işlənib. Baxaq, qoşa r varmı? Xeyr, əslində əksinə qoşa l samit qoşalığı var. Yəni, burada 2-ni də çıxacaq biz. 2. Ümumiyyətlə, burada 2 də yox. Ahəng qanunu gözlənilməyib. Amma görə gözlənilibmi? Qazanarlar, bəli, gözlənilib. A. Ö incə, Ü incə, Ə incə, Ə incə. 3 var. Aha. Deməli, A bəndi ola bilməz. Qaldı 1, 3, 5, 1, 3, 4. Fərqli nitq hissəsinə aid amonim sözlərdir. Fərqli nitq hissəsinə aid amonim sözlərdir. Bizdən nə istəyir? Doğru fikir istəyir. Ahəng qanunu gözlənilməyib. Bir dəqiqə. Ahəng qanunu gözlənilməyib. Hə, 3-də, 3-cü fikir əslində yanlışdır. Yəni, daha doğrusu 3 ola bilməz. Yəni, axı deyir gözlənilməyib. Hər iki sözdə gözlənilib. Yəni, 3 də ola bilməz. Əslində, doğru cavab A-dır. 1, 4, 5. Bunu mən niyə belə elədim? 1, 4, 5. Eyni cinsli samit qoşalığı işlənib. Bəli, həqiqətən də eyni cinsli samit qoşalığı işlənib. 4-cü, fərqli nitq hissəsinə aid amonim sözlərdir. Bu da düz fikirdir. 5-ci, tələffüzündə qoşa l samiti işlənib. Bəli, qoşa l samitlərini görürük. Əziz şagirdlər, burada məsələ necədir? Bax, fərqli nitq hissəsinə aid amonim sözlərdir. Biz baxaq, qazanarlar sözünün bütöv özünə yox. Biz baxacağıq bu sözün başlanğıc formasına. Qazanmaq sözün olacaq başlanğıc forması. Qazanmaq sözün başlanğıc formasıdır. Qazan sözü amonimdirmi? Bəli. Bir var, nəyisə qazanmaq, məsələn, pul qazanmaq. Bir də var, əşya qazan. Yəni, mətbəxdə istifadə etdiyimiz qazan. Bu amonimdir. Bəs döyüşərlər sözünün başlanğıc forması nədir? Döyüşdür. Döyüş bir var, döyüşmək, feil kimi. Bir də var, isim kimi. Yəni, döyüş. Nə? Döyüş. O müharibənin, o savaşmağın adı. Deməli, sözlərin başlanğıc formasına baxdıq və hər ikisinin amonim olduğunu gördük. Doğru cavab 1, 4, 5. Doğru cavab A bəndidir. 4-cüyə baxaq. 4-dən biri orfoqrafik normalara uyğun deyil. Orfoqrafik norma, yəni düzgün yazı normasıdır ki, baxırsınız, elə baxan kimi görür ki, baxırsınız yox olmalıdır, baxırsınız. Doğru cavab B-dir ki, orfoqrafik normaya uyğun yazılmayıb. Amma digərləri doğrudur. Transkripsiyada verilmiş hansı sözün yazılışını 3 nitq hissəsi kimi düşünmək olar. Burada doğru cavab, indi biz doğru cavaba gəlin, addım-addım yaxınlaşaq. Alma sözü var. Bir var alma, yeməli alma, bir də alma. Əgər burada transkripsiya əgər biz götürsək, yəni yazı üzərində deyə düşünsək, alma, vurğu buradadır, yeməli alma. Alma deyəndə isə feil kimi desək, vurğu birinci hecanın üzərindədir. Vətəndən sözünə baxaq.
Vətən, bunu yəni iki cür başa düşmək oldu. Bir isim kimi, bir də feil kimi. Amma bizdən deyir, üç nitq səsi kimi düşünmək olsun. Yəni üç fərqli nitq səsi kimi düşünmək lazımdır. A bəndində alma sözü iki nitq səsi kimi oldu. Vətəndən sözünə baxaq. Bir var vətəndən, çıxışlı hal şəkilçisi bura əlavə etsək, olacaq isim. Bir də var vətəndən, bir də var vətənlə deyə düşünsək, məsələn, o vətən ilə nəfəs alır, vətənlə nəfəs alır. Onda isim və burada qoşma yaranmış olacaq. İsim və qoşma. Yenə də iki nitq səsi oldu. Buludlu sözü. Buludlu. Bu bulud əlbəttə sözün köküdür. İndi biz bunu əgər buluddur, belə deyək də, biz bura xəbərlik şəkilçisi əlavə eləsək bulud sözünə, bulud. Bir dənə dur əlavə eləsək, amma tələffüzdə olacaq bu buluddu. T səsi yaranacaq. Amma burada T görmürük. Yəni bu xəbərlik şəkilçisi deyil. Buradakı du, bax bu du, xəbərlik şəkilçisi deyil. Xəbərlik şəkilçisi artırsaydım belə olardı. Buluddu. Bu buluddur. Amma burada du xəbərlik şəkilçisi kimi düşünməli olsaq, əslində T olmalı idi. Deməli bu heç də bu sözün tələffüzü xəbərlik şəkilçisinin olduğunu göstərmir. Amma baxaq. Bəs nə olacaq? Bu əslində bulud idi sözüdür. Məsələn, gördüyümüz bulud idi. Olacaq. Nə idi? Bulud idi. Buluddı. Bir dənə də u. Gördüyümüz bulud idi, yəni buluddu. Bax, bu o deməkdir. Bu da yalnız bir nitq səsi kimi düşünmək olar ki, olacaq isim. Amma buludlu hava desək, yenə də buludlu olacaq. T olmalıdır. Yəni, əgər sifət kimi düşünsək dunu, sifətin buludlu, lu şəkilçisinin tələffüzünü du olaraq düşünsək, onda bu yenə T olmalı idi. Elə də deyil. Yəni, burada T yox, D-dır. Ona görə yalnız bir dənə isim kimi düşünmək olar. Körpüyə sözünə baxaq. Körpüyə sözü bir var elə əsli qaydada körpüyə, körpüyə. Nəyə körpüyə? Bildiyimiz körpü. Bir də var körpəyə kimi yaza bilərik. Körpəyə, tələffüzdə olur körpüyə. Körpəyə, yəni balaca uşaq mənasını desək, olacaq sifət. Balaca uşaq mənasını desək, olacaq sifət. Yox, əgər çayın üzərində körpü deyə düşünsək, olacaq isim. Yenə də iki dənə nitq səsidir, amma bizdən üç nitq səsi soruşur. Doğru cavab qanadlı sözüdür. Nəyə görə? Bu qanadlı sözü ki var, bunu gəlin birinci feil kimi düşünək. Nə etdi? Qanaddı. Yaranı qaşıdı və oldu. Nə etdi? Qanamaq sözünün oldu. Qanaddı. Yaranı qanaddı. Keçmiş zamanda. Bu bir oldu feil kimi, yəni. Birinci oldu nə? Feil kimi. Vergül. Bir var, deyirəm ki, bu qanaddır. Yəni, quşun qanadıdır mənasında desəm, tələffüzdə yenə qanad, bu qanaddır ki var, qanaddır. Bu qanad sözü, bura bir A da yazaq, bu qanad sözü tələffüzdə mütləq T olmalıdır. Yəni, qanad sözünün sonundakı D T olmalıdır. Çünki özündən sonra samitlə başlanan şəkilçi gəlir. Bu D-ın da R-sı düşməlidir. Deməli, olacaq isim. Quşun qanadı kimi desək, olacaq isim. Bir dənə vergül. İsim və feil. Bir də var, deyə bilərik ki, qanadlı at. Məsələn, Koroğlu dastanda qanadlı at. Qanadlı. Tələffüzdə də olacaq qanaddı. T olur, tələffüzdə qanaddı. Bax, qanaddı formasına gələcək. Bu isə olur nə? Sifət. Deməli, isim, feil və sifət kimi düşünmək olar. Doğru cavab E bəndidir.
Qüvvətlənmək sözünün səs tərkibindəki səhvi müəyyən edin. Yenə də əgər burada səs tərkibindən deyirsə, biz bunu mütləq nə etməliyik ki, deməli, sözü fonetik təhlil formasında göstərməliyik. Yəni, sözün səslərini göstərməliyik. Qüvvətlənmək olur, qüvvət, dənmək və səsi əlavə edirik sonuna. Qüvvətlənmək. Bu d səsidir. Qüvvətlənmək. Kar cingiltili samit cütlüyü işlənib. Amma bizdən səhvi soruşur ha. Kar cingiltili samit cütlüyü işlənibmi? Bəli, t və d kar və cingiltili samit cütlüyüdür həqiqətən. Eyni samit səslər müxtəlif hərflərlə ifadə olunub. Baxaq, m yanaşı görürük, amma burada görürük ki, n hərfi və m hərfidir. N hərfi m səsi ilə göstərilib. Yəni, eyni samit səs, söhbət m səslərlə gedir. Müxtəlif hərflərlə, hansı hərflərlə? N və m hərfləri ilə ifadə olunub. Bu da ola bilməz. Yəni, bu da düz fikirdir. D bəndinə baxaq. Vurğusuz sözün son hecanın üzərinə düşür. Qüvvətlənmək. Bəli, mək hecasının üzərindədir. Məslər şəkilçinin üzərindədir. Yazılışı ilə deyilişi fərqlənməyən eyni cinsli samit cütlüyü işlənib. Yəni, bu qüvvətlənmək deyəndə 2 m ki yanaşı gəlmişdi. Bəli, onlar samit cütlüyüdür və yazılışı ilə deyilişi fərqlənmir. Və eyni zamanda biz əslində m-ni yox, v götürməliyik. Yəni, tələffüz zamanı bu 2 samit ki var, üzr istəyirəm, 2 samit ki var, v, yəni v hərfləri yanaşı gəlib qüvvət sözündə, tələffüzdə fərqlənmir. Bu da yəni düz fikirdir. Yəni biz m-ni yox, v-ni mən nəzərdə tuturam. Bunlar fərqlənmir. Doğru cavab C bəndidir. N samitinin kar qarşılığı yoxdur. Biz qüvvətlənmək sözünü qüvvətlənmək kimi tələffüz etdik və 2 m ki əmələ gəldi tələffüzdə. Yəni, bax, biz görürük sözün tələffüzü zamanı n samiti yoxdur. Tələffüzdə n samiti yoxdur. Onun əvəzinə m səsi var. Ona görə qüvvətlənmək sözündə n səsi yoxdur deyə doğru cavab C bəndidir. Yəni, o səs yoxdur deyə onun kar qarşılığı da yoxdur kimi hələ bir hökm də demək olmaz. Doğru cavab C bəndidir. Müqayisə cədvəlindəki uyğunluğu müəyyən edin. Quldarlıq. Bu tələffüzdə necə olar? Quldarlıq. Quldarlıq olacaq. Vətəndaş isə elə vətəndaş olaraq da tələffüzdə qalır. Quldarlığa aid olan hökmlərə baxaq. Ahəng qanunu pozulmayıb. Baxırıq, bəli, U, A, I. Həqiqətən də pozulmayıb. Yəni, uyğunluğu müəyyən edin. Düz fikri soruşur bizdən. Bir düzdür. Qarşılığı olmayan samitlər işlənib. Bəli, r qarşılığı olmayan samitlərdir. Həqiqətən də qarşılığı olmayan samitlər işlənib və l samiti də həmçinin qarşılığı yoxdur. Bu da düz fikirdir. 1 ilə 2 var. Deməli, C bəndi ola bilməz, D bəndi ola bilməz. 1 ilə 2 varsa, A bəndi də ola bilməz. 4-ə baxaq. Kar vətəndaş sözündə kar cingiltili samit cütlüyü işlənib. Bax, burada T və D həqiqətən də kar və cingiltili samitlərdir. Yəni, D, T bir-birinə kar cingiltili samit qarşılıqlarıdır. Həm kökdə, həm şəkilçidə keyfiyyət fərqi var. Bax, burada belədir, həm kökdə vətəndaş sözünün həm kökündə, yəni vətən,
həm də şəkilçisində deyir keyfiyyət fərqi var. Yəni dəyişmə var. Amma vətəndaş sözü vətəndaş yazıb, elə vətəndaş da deyirik. O səbəbdən bu fikir üçüncü fikir, yəni yanlışdır. Heç 3 burada yoxdur. 5-ə baxaq. 4 də deməli nədir? Düzdür. 5-ciyə baxaq. Qarşılığı olmayan samitin işləndiyi təkəcalı şəkilçi işlənib. Qarşılığı olmayan samitin işləndiyi təkəcalı şəkilçi işlənib. Quldarlıq sözündə şəkilçi həmi dar şəkilçisidir. Həmi dar şəkilçisidir, həm də lıq şəkilçisi var. Qarşılığı olmayan samitin işləndiyi samiti. Təkəcalı şəkilçi işlənib. Bəli, həqiqətən də samitində təkəcalı şəkilçidir, dar şəkilçi və r-nın kar qarşılığı yoxdur. Eyni zamanda lıq şəkilçisində də l-nın kar qarşılığı yoxdur. Vətəndaş sözündə isə həmi d-nın kar qarşılığı var, həm də ş-nın zingiltili qarşılığı var. Yəni bu fikir 5-ci fikir. Həmi buna aid olmalıdır, həmi də buna aid olmalıdır. Çünki hər ikisinə ortaq olaraq yazılıb. Amma baxırıq ki, 5-ci buna aid ola bilməz. Yəni bu fikir vətəndaş sözünə aid deyil. Ona görə 5 ola bilməz. Doğru cavab 1, 2, 4-dür. Növbəti, hansı birləşmədə birinci söz yazıldığı kimi tələffüz olunmur? Söhbət baxın, b, d, c, c samitlərlə gedir. B, d, c, c samitlərlə gedir. Bizə yazır tələffüz olunmur. Bu olunmuru bir dənə özümüz üçün işarə eləyir ki, diqqətimizdən çıxmasın. Şabalıd ağacı. D-dan sonra nə gəlib? Sait. Deməli, d olduğu kimi qalacaq. Amma bizə yazır olunmur. Kasıb oğlan, b-dan sonra sait. Bu da b olduğu kimi qalacaq. Nəhəng əjdaha, c-dan sonra sait. Bu da olduğu kimi qalacaq. Qutab-ı iyi, b-dan sonra sait gəlib, bu olduğu kimi qalacaq tələffüzdə. Amma ağac budağı c-dan sonra samit gəldiyindən bu olur ağac. Tələffüzdə ç səsinə çevriləcək. Doğru cavab A bəndidir. Hansı bənddə G hərfi 4 müxtəlif səsi ifadə edir? Baxaq. Bucaq ölçən tələffüzdə olur bucaq. Bucaq ölçən. Toqqa, tok. Bu k səsidir və eyni zamanda q səsi də burada var. Toqqa. Qorxaq isə qorxaq. Bu olacaq x. Sözün sonundakı x olacaq. Nəyə görə? Çünki ağ şəkilçisi millidir. Milli sözlərin sonunda gələn G hərfi x kimi tələffüz olunur. Toqqa, toqqa, 2 qoşa G hərfi yanaşı gəlibsə, biri k-ya çevrildi birincisi. Bucaq ölçən də bucaq milli sözdür. Özündən sonra saitlə başlanan söz gəldiyindən artıq q, ğ-ya çevrilir. Neçə dənə G hərfi 4 müxtəlif səsi, bəli, q, k, ğ və x səslərini bildirir. Doğru cavab A bəndidir. Amma aşıqa baxaq. Tələffüzdə olacaq aşıq, milli sözdür. Məqsəd, məqsəd, bu t olurdu. Dialoq, dialoq, bu da k-dır. Qurdum isə q olaraq qalır. 1, 2, 3 dənə. 2 dənə k var. X, k, k, q. Burada oldu 3 dənə. Amma A bəndində 4 idi. Qorxaq, q da var, x da var, qorxaq. Aşiq oldum. Aşiq burada elə q olaraq qalacaq. Çünki aşiq ərəb sözdür. Özündən sonra saitlə başlanan söz gəldiyindən G hərfi tələffüzdə dəyişmir. Q, x, q. Budaq üçün budağı. Bu ğ olacaq. Budağı üçün. Baxırıq. Q, q. Amma eynidir də bu. 1, 2,
Yəni bir dənə, iki dənə və üç dənə. Bu da ola bilməz. Müttəfiqin q olaraq qalır. Ərəb mənşəli sözdür. Sonunun ortasında, daha doğrusu müttəfiq sözünə in şəkilçisi artırıldığından, saytla başlanan şəkilçisi ərəb mənşəli sözdür. Ona görə q hərfi dəyişmir. Aşiq gəldi. Bəli, bu olacaq k. Aşiq gəldi. K-ya çevriləcək, amma bu q idi. Hoqqa olacaq hoqqa. Bu k səsidir və burada da q olaraq qalır. Bir, iki dənə. K cəmi burada iki dənə fərqli səs bildirir. Qoruq üçün burada q'dır. Qoruq üçün olacaq. 9, doq. Doqquz. Miqyas isə, miqyasda isə q dəyişmir. Miqyas olduğu kimi qalır. Deməli, q, ğ, k. İki dənə q var. Biz bunu bir dənə sayacağıq. Üç dənə burada oldu. Doğru cavab A bəndidir. 4 müxtəlif səs bildirir. 10-cuya baxaq. Sözlərin tələffüzü ilə bağlı uyğunluğu müəyyən edin. Saiti səhv verilən söz. Samiti səhv verilən söz. Corabı sözü adi qaydada olmalıdır. Nə? Corab. P olmalıdır. Saiti səhv verilən söz. Bu samiti səhv verilən sözün qarşısında olacaq. A bəndi. Nənəyə tələffüzdə olmalıydı. Nəniyə. İ. Çünki yönlü çalda olan, yönlü çal şəkilçisi artırılıb, iki hecalı sözün sonunda, sözün sonu əgər açıq saytla bitirsə, o i-yə çevrilməlidir. Bu saiti səhv verilən sözdür. Bunu bura yazacağıq. Binokl, burada ı olmamalıdır. Binokl. K-da k birbaşa l olmalıdır. Yəni burada da saiti yanlış verilib. C burada olmalıdır. Bəzəksiz, bəzəksiz olmalıdır. İh səsi olmalıdır. Nəyə görə? Bəzəmək feilindən bəzək yaranıb. O ki, milli şəkilçidir. Milli şəkilçi özündən sonra saytla başlanan şəkilçi gəldiyinə görə bəzək olur, bəzək. İh səsinə çevriləcək və samiti səhv verilən tərəfə daxildir. Bu da olacaq. D buraya yazılacaq. Şərik də əslində ki olaraq qalmalıdır. Çünki şərik ərəb sözüdür. İh yox, ki olmalıdır. Bu da samiti yanlış verilənə aiddir. E. B, C, A, D, E doğru cavab E bəndidir.